Salam əziz abituriyentlər. Belə bir misalın həllinə baxaq. Deyir ki, cəmi 2500 olan 2 natural ədəddən cəmi olsun 2500 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonundan 7 rəqəmini sildikdə alınan ədədlər bərabər olar. Demək, birinin sonundan həmin ədədi AB olsa, AB 7, 6 olar və bunun sonundan 6 rəqəmini silib, digərinin sonuna 7 rəqəmi əlavə etsək. Digərinin onda AB olub, sonuna 7 rəqəmini əlavə edəndə alınmış ədədlər bərabər olar. AB 7 bərabər olar AB 7-yə. Doğrudan da bu belədir. Həmin natural ədədlərdən kiçik rəqəmlərinin cəmini tapın. Kiçik rəqəmlərinin cəmidir. Ondan ədədlərimiz olub AB 7, 6, o bir də olub AB. Və bunları biz nə eləmişik? Toplayanda 2500 edər. Buradan alınır ki, toplasaq 6-nın üstünə neçə gələndə 0 edər? 4. Demək, B 4-dür. B 4-dürsə, 10 0 bir yadda, 7-nin üstünə neçə gələndə 10 edər? Bir yadda 9, bir yadda demək, ay olur 2. Onda bizim kiçik rəqəmimiz doğrudan da yoxlasaq görərik ki, bunun cəmi 2500 etdi. 2 bura gəlir, 10 0 bir yadda, 4 bir yadda 5 edir. 2500 edir. Onda kiçik rəqəmimiz olur 24. Rəqəmləri də cəmi olur 2, 3-də gəl 4 bərabərdir 6. Diqqətiniz üçün təşəkkür edirəm.